Bax, bu qapıçı meydançasından, qapıçı əlində topla cərimə meydançasına daxil ola bilməz. Yəni, buradan bura, bu meydançıya, yəni bu hissiyə daxil ola bilməz. Yəni, qapıçı meydançasıdır. Bu, qapıçıya aid olan hissədir və qapıçı əlində topla yalnız orada oynaya bilər. Yəni, demək istədiyim odur ki, qapıçı əlində topla oradan çıxa bilməz. Yəni, topu əllə oyuna daxil edirsə, yalnız o 5,5 və uzunluğu nə qədərdir? Uzunluğu da 18, 32, düzdür? Həmin sahənin içindən topu yalnız və yalnız eləyə bilər. Topu oyuna daxil edə bilər. Amma, belə deyim sənə, Xəyal müəllim qapçıdır. Xəyal müəllim topu ayağı ilə çıxardıb buradan oyuna daxil edə bilər. Buna icazə verilir. Yalnız əllə cərimə meydançasının içinə girməyə icazə verilir. Yəni, top əlində əgər sən, Xəyal müəllimin əlində topu, qapçı meydançası çıxır. Cərimə meydançasının içində əllə oynasa, cərimə zərbəsi təyin edilir. Əgər oyunçunun olsa, oyunçunun əli dəysə, 11 metrlik penalti olur. Müəllimlər, yadınızda saxlayın. Yaxşı, saxlayın. Qapçı oyuncusundan gələn topu əllə tuta bilməz Xəyal müəllim. Məsələn, görmüşəm mən burada pis vəziyyətdə qalmışam, topu verim buradan Xəyal müəllim qapıda durur. Topu verim Xəyal müəllimə, Xəyal müəllim topu əllə qəbul edə bilməz. Yalnız və yalnız ayaqla qəbul edir. Müəllim, düzdür? Kart sistemində qalmışdır. Müəllimlər, yadınızda saxlayın. İdmançıya minimum bir dənə kart verilə bilər, İzzət müəllim. O da oyundan qovulması üçün nə? Qırmızı kart. Ay, sağ ol. Minimum bir dənə kartla idmançını qova bilərsən. Minimum bir dənə. Maksimumda 3 dənə kartla qova bilərsən. Bax, 1 sarı, 2 sarı, qalıcaqda bərabərdir nə? Qırmızı. Yəni, 3-cü kart avtomatik qırmızı olur. Məsələn, İzzət müəllim hakimdir. Mənə İzzət müəllim bir dəfə rəsmi, yenə deyirəm, bax, bu rəsmidir, şifahi ola bilməz. Yəni, kart varsa, bütün dərslərdə demişəm, burada da deyirəm. Kart varsa, bu rəsmi olur, şifahi olur. İzzət müəllim mənə birinci dəfə sarı verdi, düzdür? Birinci dəfə sarı verdi. Sonra yenidən mən qayda pozuntusu eləyirəm. Avtomatik mənə nə verəcək? İkinci dəfə sarı kart verəcək. Və yerimdən tərpənməmiş, avtomatik arxa cibindən də çıxardıb nəyi verəcək və yaxud da ki, hər hansısa bir cibindən. Dəxil yoxdur. Üçüncüsü də qırmızı verəcək, müəllim. Aydındır? Müəllim, düzdür. Yəni, idmançıya, yəni oyuncuya minimum bir dənə qırmızı ilə çıxarda bilər. Bir dənə qırmızı ilə. Avtomatik qovular. Amma maksimumda 3 dənə kart göstərir. Bunun ikisi sarıdır, biri qırmızıdır. Sizə sual düşər ki, futbol idman oyununda idmançıya kart göstərilər, amma idmançı oyundan qovulmaz İzzət müəllim. Yalnız nə göstərir? Bir dənə sarı kart. Sarı tək. Təkcə sarı kart göstərmirsən və idmançını neyinirsən? Oyundan qovulursan. Aydındır. Bir də müəllimlər. Burada bir dənə də nə var? Yaşıl kart var. Yox, təzə deyil. 2016-dan var. Bir dənə də sarı, yaşıl kart var, müəllim. Bu, heç bir inzibati xəta məcəlləsində, yəni qanunvericilikdə heç bir cərimə kimi istifadə olunmur. Bu, yalnız və yalnız fədakar oyuncu üçün. Məsələn, İzzət müəllim, belə deyim də, İzzət müəllim yıxılır, həması mənlə olur, Elmin müəllimin. Düzdür? Elmin müəllimlə oynayan zaman İzzət müəllim yıxıldı.
Bunun günahı məndə görürlər. Məni avtomatik neyinirlər İzzət müəllim? Qovurlar çölə. Düzdür? Məsələn, ya qovurlar, ya hər hansısa bir cəza, sarı kart verirlər. Avtomatik İzzət müəllim yerindən qalxır, deyir ki, Elmin müəllimin orada heç bir günahı yox idi. Mən özüm yıxılmışam. Hə, aydındır, aydındır. Başa düşdün? Elə fədakar da, yəni özünü fəda edirsən, özünü, yəni idmançını deyinirsə, müdafiə edirsən, rəqib də olsa, nə də olsa, rəqib bilirsən, ha, sənin günahın, bilirsən özün yıxılmışsan. Biri var, vicdanla gözü yummasan, deyəsən ki, əkli qoy qopsunlar, bacı rahat oynayır. Bir də var ki, vicdan içindəki o insanlığa yol vermir, axı, sən bilə-bilə bilirsən ki, sən özün yıxılmışsan. Amma onu şərləyib çıxardırlar oyunu. Başa düşdün? Bəli, müəllim, başa düşdüm. Bu zaman İzzət müəllimə nə veriləcək? Yaşıl kart. Aydındır müəllimlər. Yəni yaşıl kart bunun üçün nəzərdə tutulmuş. Bura qədər sual olan müəllimlər. Bir də müəllim bağışlayıram. Bu hansısa bir çempionatlarda dəqiq yadımda qalmayıb. İngiltərə yoxsa İspaniya. İki sarı kart, üçüncü sarı kartdan sonra kırmızı kart verdi. Elə bir hardasa ola bilər elə bir şey. Elə şey yox da. Daxili çempionatlarda. Daxil olmurdan, rəsmi yarışlardan gelirsə söhbət, oyun əgər rəsmidirsə, yadında saxla. Nə olsun? Qeyri-rəsmi yarışlarda oyuncu dəyişikliyini eləməyə 7 dəfə icazə verirlər. İzzət müəllim. Yəni bu oyunun gediş prosesinin danışığından asılıdır. Məsələn, oyun var ki, deyir ki, əsas hissədə nədirsə oyununda oyun bağlansın. Amma oyun da var ki, deyir ki, qalib müəyyən olunmalıdır. Yəni, dəxli yoxdur. Əsasda oynanır, əlavədə, penaltiyə getdi, nəyə gedir getsin, qalib neyləməlidir? Qalib müəyyən olunmalıdır oyun. Oyunun qalibi bir Quruf. Getdi indi mənlər nəyə? Getdi deməli, deməli, topun standart vəziyyətlərini sizə neyləmişdim? İzah eləmişdim. Hansı hallarda birbaşa pul qeydə alınır, onun hamısını izah eləmişdim. Küncdən zərbədən. Küncdən zərbədən müəllimlər 9%15 məsafə gözlənir. Yadınıza saxlayın. Künc zərbəsindən 9%15 nə gözlənir? Məsafə gözlənir. İndi müəllimlər, gedək nəyə? Gedək 11 metrlik penalti. Müəllimlər, təsəvvür ediyor ki, burada 11 metrlik penalti zərbəsi. Və 11 metrlik penalti zamanı müəllimlər, yadınıza saxlayın, qapçı qapı xəttinin üstündən, yəni ayağı qapı xəttinin üstündə olmaq şərti ilə neyləməlidir? Topu gözləməlidir. Aydındır? Və 11 metrlik penalti zamanı top birbaşa qapıya daxil olursa, qol qeydə alınır. Top dirəyə dəyib qapıya daxil olursa, qol qeydə alınır. Fərqi yoxdur. Yuxarı dəysin, sola dəysin, nə bilim, sağa dəysin, hara dəyir dəysin. Dirəyə dəyib qapıya daxil olursa, neyinir? Qol qeydə alınır. Aydındır? İndi gedək nəyə? İndi gedək bizə sənə getdi indi meydançıya. Müəllimlər, yadınıza saxlayın. 11 metrlik penalti zamanı 11 metrlik penaltidən hər kəs nə qədər məsafə saxlayır müəllimlər? 9%15. Düzdür? 9%15. 9%15 nədir? 9%15 oyuncunun saxladığı məsafə. Aydındır? Müəllimlər, yadınıza saxlayın. 11 metrlik penalti yerinə yetirən zaman yerinə yetirən oyuncu topu irəliyə ötürə bilər. İstəyir qabanına ötürsün. İstəyir nə ilə ötürsün? Pəncə ilə ötürsün. Fərqi yoxdur. Hər bir halda topu irəli ötürə bilər də, irəli. Aydındır? Sizə sual düşər ki, futbol idman oyununda 11 metrlik penaltini yerinə yetirən oyuncu topu nə qədər geri ötürə bilər? Geri ötürməyə müəllimlər icazə yoxdur. Yalnız və yalnız nəyə icazə var?
irəli ötürməyinə icazə. Aydın oldu? Bəli, müəllim, aydın oldu. Və müəllimlər, yadınıza saxlayın. 11 metrlik penaltinin yerinə yetirən zaman qapçı qapı xəttindən çıxa bilməz. Pərvanə müəllim, aydın oldu, Ayşəmə müəllim. Aha, 11 metrlik penaltı zamanı qapçı qapı xəttində olmalıdır və topun buradan aşkar şəkildə hərəkət etdikdən sonra ki, gördün ki, top aşkar şəkildə hərəkət elədi, o zaman nə edirsən? O zaman qapçı irəliyə də çıxa bilər, sıçrayış eləyib topu da tuta bilər. Aydındır? 11 metrlik penalti 11 metrlik nöqtədə yerinə yetirilir. Aydındır müəllimlər? Və cərimə meydançasının nəyində? Kənarında. Görürsünüz, cərimə meydançasının daha doğrusu cərimə meydançasının arasına düşür 11 metrlik. Düz mərkəzdə. Oyun meydançasının, yəni cərimə meydançasının daxilinə düşür. Aydındır? İndi mən gedək, qol olan zaman təsiri var, təsiri yox. Təsiri var, təsiri yox. Deyir ki, 11 metrlik penaltinin yerinə yetirən zaman qapçının oyun qaydasını pozursa, qapçıdır, İzzət müəllim burada qapçıdır. İzzət müəllim oyun qaydasını pozur. Top qapıya daxil olursa nə olur? Qol qeydə alınır. Aydındır? Top qapıya daxil olursa qol qeydə alınır. Yox, İzzət müəllim qapçı olaraq oyun qaydasını pozur, amma top qapıya daxil olmur. Günah burada kimindir? İzzət müəllimindir də. Mən deyəcəm ki, mən topu düz yerinə yetirdim. İzzət müəllim oyun qaydasını pozdu deyə mən vura bilməm. Onda nə olur müəllimlər? Təkrar. Yəni 11 metrlik penalti təkrar olacaq. Aydın oldu? Bəli. Mənim bir nüansda deyim ki, məsələn 11 metrlik topu məsələn hər hansı bir futbolçu topu top yerindən dəvərməyənə qədər qapçı xəttin üstündən ayağını götürə bilməz də. Sağ ol. Bayaq onu dedim və qapçı qapı xətti. Bəli. Qapı xətti 11 metrlik penalti, yəni top aşkar şəkildə onu deyir ki, hərəkət etməyənə qədər buradakı qapçı çıxa bilməz irəliyə, geriyə, sıçraş eləyə bilməz. Ancaq hərəkət etdikdən sonra. Aydın. Xəttin üstündən ki, top yerindən dəvərəndən sonra, udara gedəndən sonra qapçı irəliyə, sağa, sola çıxa bilər. Əyərini qaldırarsa, topdan qabaq əyərini xətdən qaldırarsa təkrarlanır. Sağ ol, təkrarlanır. Yəni, bu qapçının qayda pozuntusudur. Aydındır müəllim, başa düşdüm. İndi, deyir ki, əgər 11 metrlik penaltı zamanı qapçının komanda yoldaşı cərimə meydançasına daxil olar və topa təsiri varsa, təsir eləyib, qol olmayıb. Bu zaman nə olur müəllimlər? Təkrar olur. Yadınıza saxlayın müəllimlər. İstəyir qapçı olsun, istəyir qapçının komanda yoldaşı olsun. Hər bir halda 11 metrlik zərbə zamanı əgər təsir eləyibsə, qol olmayıbsa, təkrar olunacaq. Qol olubsa qeydə alınır. Aydındır? Bəli müəllim, aydındır. Sonra deyir ki, deməli, 11 metrlik zərbə zamanı zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşı. Yəni, bu 11 metrəni yerinə yetirəndən öncə qapçıdan tutardı. 11 metrəni yerinə yetirəndən gedirsin. Deyir ki, 11 metrəni yerinə yetirən oyunçunun komanda yoldaşı oyun qaydasını pozur. Əgər top qapıya daxil olursa, sayılmayacaq.
Niyə? Çünki penaltini vuranın komanda yoldaşı. Oyun qaydasını pozursa, neyəcək? Gol sayılmayacaq. Aydındır, gol sayılmayacaq. Əgər qapıya daxil olubsa, gol sayılmayacaq. Və 11 metrlik penalti neyini müəllimlər? Təkrar olunur. Məsələn, İzzət müəllim durub qapıda, mən də 11-i yerinə yiyim. Mən xainliklə vururam İzzət müəllimə. İzzət müəllim oradan şikayət edir ki, deyir, mən onu topu saxlayacaqdım, elmin müəllim neynədir? Xainlik elədir. Düzdür İzzət müəllim. Bu zaman deyirəm ki, Allah topu get təzədən. Gəlirsən sən də 11 metrəni düzgün qaydada. Axı qol olmuşdu bayaq ki, xainlik olan qol vurmuşdu. Amma indi heç bir qayda pozuntusu eləmədən, xainlik eləmədən neynirəm? Qol vururam. Əgər qol olubsa, təkrar olunur. Yox, əgər qol olmayıbsa, yəni top qapıya daxil olmayıbsa, sərbəst zərbə neynir? Təyin ediləcək. Aydın nə müəllimlər? Sonra, əgər 11 metrlik penaltinin yerinə getirən oyuncu hər hansısa bir aldadıcı zərbə eləyərsən, sən topu, İzzət müəllim, 11 metrəni vurmağa gələnə qədər aldada bilərsən, sağa sola zigzag eləyə bilərsən. Amma topu vuranda eləyə bilmərsən, aldatmağa icazə verilir. Aydındır. Və deyir ki, məsələn, 11 metrliyi vurmalıdır İzzət müəllim, vurur elmin müəllim. Anladırıq da, düzdür, mən vururum. İzzət müəllim vurmalıdır məsəlində. Düzdür. Qol olsa da fərq istəyir, qapıdan qol keçsin, istəyir keçməsin. Yadınıza saxlayın. Neyini? Qeydə alınmır, değil mi? Qeydə alınmır və oyun sərbəst zərbə ilə təkrar olunacaq. Aydındır, müəllimlər? Müəllim, aydındır. Bir dənə məsələni müəllim dəqiqləşdirmək istəyirəm. Bu Fransalı qapıcı var idi, Badien Barthez. O Periz o penaltı məsələsində 2 dəfə qapı xəttində top qapıya getməmişdən qabaq çıxdı, xəbərdarlıq elədi hakim. İkinci xəbərdarlıqda, ikincilər yerə çıxdan görə sarı kart verdi. Elə bir şey rəsmdə var, yoxsa o hakimin qərarından asıldı? Qapıcıya verdi, yoxsa 11-i vurana verdi? Qapıcıya verdi. Çünki qapıcı birinci dəfə top qapıya getməmişdən xətti çıxmışdı. İkinci dəfə yenə çıxdığına görə sarı kart verdi. O hakimin qərarından asıldı, yoxsa elə bir qayda var, qərar var, rəsmi? Bax, elə bir şey var rəsmdə. Deyir ki, 11 metrlik biraz vaxtından keçdi, indi yadıma düşdü ki, elə bir şey televiziyada baxmışam mən. 11 metrlik penaltı zamanı əgər qapıcı ilə 11 metrəni yerinə getirən oyuncu ikisi də eyni anda qayda pozuntusu eləyibsə, ikisi də eyni anda. Biri məsələn burada aldadıcı vurur, bu da buradan xəttdən çıxıb və eyni anda, düzdür? Bəli. Qapıcıya şifahi xəbərdarlıq edilir. Oyuncuya da 11 metrəni vurana da, 11'i vurana da sarı verilir. Sarı. Bu sən deyən, o sən deyən var ha. O oyunun gedişatından asıldı İzzət müəllim. O hakimin qərarıdır. O biz hakim deyilik ki, onu biz bilək. O da o sənə sual düşməyəcək. Sən nə bilirsən orada hansı hakim hansı qərarı? Aydındır müəllim. Yox, onu dəqiqləşdirmək istəyirəm ki, elə bir hakimin qərarından asıldı ama. Hakimin qərarı. Amma mən deyən kimi ikisi də eyni anda olsa, 11'i yerinə yetirəndə sarı verilir. O birisində də şifahi. Aydındır. O birisində şifahi xəbər edilir. Aydındır? Bəli müəllim, aydındır. İndi gedək nəyə? Deyir ki, müəllimlər, yadda saxlayın. Sərbəst zərbə nə zaman təyin edilir? Oyuncu təhlükəli oynayanda. Oyuncu
təhlükəli oynayanda. Bu bir. Bu sərbəst zərbə təyin olunur. Burada yadında sal. Və sərbəst zərbədən də birbaşa İzzət müəllim neynəmir? Qol qeydə alınmır. Düzdür? Yan xətti mübahisəlidir, bir də sərbəstdə bu içindən alınmır. Rəqibin hərəkətini kontaktsız müəllimlər. Kontakt varsa nə olacaq? Cərimə. Aydındır? Kontakt varsa cərimə zərbəsi olur. Yox, əgər kontakt yoxdursa nə olacaq? Sərbəst zərbə təyin. Bax, bunu bilin. Aydındır? Kontakt yoxdursa olur nə? Kontakt yoxsa olur sərbəst zərbə. Kontakt varsa olur cərimə zərbəsi. İndi gedək nəyə müəllimlər? Deyir ki, oyuncu etiraz edərsən. Oyuncu etiraz. İzzət müəllim, sən hər hansısa bir etiraz eləyəndə, kimdənsə razılaşmayanda onu kontaktlı eləyirsən, yoxsa kontaktsız? Təbii ki, kontaktsızsan da etiraz eləyirsən ki, yox, bu belə deyil. Düzdür? Təhqir edici. Kimisə təhqir eləyirsən, rəqib yaxud da ki, komandanın hər hansı bir oyuncusunu təhqir eləyirsən. Təhqir edici, alçaldıcı, nalayiq ifadələr işlədən sonra Mən bu qədər də yoxsa əlaqə keçməkdir. Bunlar fərqi yoxdur, yəni kontakt yoxdursa, kontakt varsa cərimədir, kontaktsızdırsa olur nə? Bunların hamısı da olur sərbəst zərbə. Aydındır. Sonra hansı haldır? Sonra deyir ki, qapçı topu əlindən buraxmağa mane olmuşsan. Məsələn, qapçı buradan topu əlindən buraxmaq istəyir. Sən elə kullanırsan qapçının boynunu. İmkan vermirsən bunu. Düzdür? O zaman da nə olur? Sərbəst zərbə olur, müəllim. Yadında saxlayın. Sonra qapçının topu əlindən buraxdıqda topa zərbə vurmağa çalışmaq. Vurursa əlindədir top, vurmamışsan. Vurmağa çalışırsan və yaxud da ki, vurmağa cəhd göstərirsən. İstəyirsən ki, vurasan, vura bilmirsən. Bax, biri vurmağa çalışırsan, biri vurmağa çalışırsan. Düzdür? Birində də deyinirsən, hücum çəkirsən, üstünə cəhd göstərirsən ki, yoxa vuracam. Aydındır, təzyiq göstərirsən, topu vuraqsan. Təzyiq göstərirsən. Məsələn, birində bir dəfə vurmaq istədin, vura bilmədim. Cəhd elədin, vura bilmədim. Düzdür? Düz istəyirəm. İstədin ki, vurasan, vura bilmədim. Bir dəfə elədin, yox. Amma biri də var ki, vurmağa cəhd göstərirsən. İstəyirsən ki, vurmaya əlindən vuracam mən bunu. Onda da sərbəst zərbə olur. Yadında saxlayın. Sonra qaydalardan yayınmaq məqsədi ilə topun baş, sinə, diz və s. kimi hallarda qapçıya ötürülməsi, yəni bilərəkdən qapçıya ötürülməsi. Bilərəkdən. Məsələn, burada durmuşsan, bilirsən ki, ayaqla öz oyunçuya topu atsa o, nə olacaq? Sərbəst zərbə, cərimə zərbəsi, hansı veriblər, o olacaq. Düzdür? Amma burada yadında saxla. Bunu aldatmaq, hakimi aldatmaq məqsədi ilə başlayırsan qapçıya başı ilə, sinə ilə, dizlə, belə şeylərdən pas ötürürsən. Düyəyini sən oyun qaydasını bozmursan, özü haqdadır. Bu zaman hamısında nə olur? Bu zaman hamısında sərbəst zərbə olur. Onun sərbəst zərbələrin bir istisnası, ikinci bayrağı, 10 dəqiqədən qabaq. Sonra getdik nəyə?
Gedək indi müəllimlər, cərimə zərbəsini izah edeyim. Zərbəsi izah elədim, gedək cəriməni də izah edeyim. Ondan da keçək, sonra varın hallar. Bu hallarda varam. İndi getdik cərimə zərbə. Cərimə zərbəsi hansı hallarda olur? Yadınıza saxlayın. Cərimə zərbəsi hansı hallarda olur? Deyir ki, rəqibə hücum edərsən. Məsələn, rəqibə hücum verir, rəqibə hücum edirsən. Avtomatik nə olur? Cərimə zərbəsi. Rəqibin üzərinə hoppanma. Bilərəkdən gelib rəqibin üstünə kullanırsan. Bax, cərimə zərbəsidir. Görürsən, rəqibə hücum eləmək. Kontakt var, izlətməli. Bəli, başa düşdüm. Rəqibin üzərinə hoppanma. Kontakt var. Bəli. Ay, sağ ol. Sonra deyir ki, rəqibi ayaqla vurmaq. Qəsdən, bilərəkdən ayaqla vurmaq və ya vurmağa cəhd göstərmək. O vurmaqla vurmağa cəhd göstərmək, izlətməlim. İkisi də eyni şeydir. İkisi rəsmi xəsarətlər haqqında. İkisi də cərimə zərbəsidir. İkisi də cərimə zərbəsidir. İstəyirsən onu vurduğun və yaxud da ki, vurmağa cəhd göstər. İkisində də cərimə zərbəsidir. Yazınızam. Sonra rəqibi itələyərsən. Cərimə zərbəsidir. Rəqibi əllə və ya başla vurarsa və yaxud da ki, vurmağa cəhd göstərərsən. Biri var, rəqibi ayaqla vurursan və yaxud da ki, vurmağa cəhd göstərirsən. Burada da cərimə zərbəsidir. Və ya rəqibi ayaqla yox, burada əllə, kəlli ilə, nə bilim, yumruqla vurmağa cəhd göstərirsən və yaxud da ki, vurursan. Burada da cərimə zərbəsi təyin edilir. Sonra rəqib təhlükəli şəkildə sürüşmə fənni edərsən. O idmançılar görmüşsən, qasa-qasa gedir, ayağını dizini atır, yerə sürüşür, gedir. Hələ bir də araya qoymuşları sürüşür, gedir, girir padiyezə. Bəli, müəllim. Bax, onu da, bax, elə bir halda sən sürüşmə eləyirsən, rəqiblə təhlükəli şəkildə sürüşmə fənni edirsən və yaxud da ki, ayaq üstü mübarizəyə girirsən. Bu halların hamısında nə verilir? Cərimə zərbəsi verilir. Və ya rəqibi padalaq qoyarsan, yəni padnoşka atarsan və yaxud da ki, padalaq atmağa cəhd göstərərsən. Deyir ki, əgər qayda pozuntusunda kontakt varsa, cərimə zərbəsi ilə neyir? Oyunu davam edir. Aydındır? Bəli, müəllim, aydındır. Sonra gedək vara müraciət. Vara müraciətə. Deyir ki, vara müraciətdir. Deyir ki, deməli, oyun vara yazılı saxlı bəllədir. 4 halda müraciət olunur. 4 halda. İstəyirsinizsə bunu yazın, yarıncı PDF-də atmışam. İkinci PDF-nin birinci başlığında var. Deyir ki, oyun qaydalarında vara müraciət, yəni video köməkçi hakim var. Onun köməkçisi isə nə adlanır? Avar adlanır. Birinci, deyir ki, qolun qeydə alınıb-alınmır. Yəni, sən İzzət müəllim gəlib qapıdan qolu keçirdim, amma qolu sıtayır. Qolun o zaman qeydə alınıb-alınmamasında vara müraciət olur. Penalti zərbəsinin təyin edilib edilməməsi, yəni 11 metrlik penalti olsun olmaz. Birbaşa qırmızı vərəqə, yəni ikinci dəfə yox ha, birbaşa. Məsələn, sən elə qayda pozuntusu eləmirsən ki, bu əslində sarı kart olmalıydı, sarı kart. Sənə avtomatik qırmızı verirlər, səhv verir hakim. Hakim səhv eləyir. Düzdür, İzzətməlim? Bəli, müəllim. Bu zaman vara müraciət olunur ki, niyə görə məsələn Xəyal müəllimə qırmızı verilir, əslində sarı verilməlidir. Aydındır. Üçüncü də budur. Dördüncü, hakim qayda pozan komandanın yanlış oyunçusuna
xəbərdarlıq etdikdə və yaxud da ki, onu oyundan qovduqda. Məsələn, qaydanı pozur kim? İzzət müəllim. İzzət müəllim yaxasını çəkib durub-duraqda Xəyal müəllimi oyundan qovurlar ki, sən eləmirsən, şərləyirlər. Bu zamanda vara müraciət olunur ki, İzzət müəllimin günahı var burada. Xəyal müəllimin günahı nədir? Yoxdur. Xəyal müəllimin günahı yox. Sonra, var sözünün mənasında deyim sizə, o günlərdə çıxdı qalama. Var sözünün mənası müəllim. Dedim, varın köməkçisi də avardır. Var sözünün mənası V-A-R. Var sözünün mənası video. İkinci, asistan. Üçüncü, repi. Retin. Refer. Aydındır. Video, asistan, bir də refer. Yəni, var sözünün mənası da bu. Aydındır mənimlə. Getdi indi nəyə? Oyunda müəllimlər yadınızda saxlayın. Neçə hakim var? Oyunun 4 dənə hakimi var. Bir, əsas hakim meydanda olur. Meydanın içində olan hakim əsas hakim. Bir də nə var? Bir dənə dördüncü hakim. Var. 2 dənə də xətt hakim var. Yəni, 2 dənə də xətt hakimləri, yəni, makaboy deyirlər, bilməm nə deyirlər, bizim dildən çıxır. Xətt hakim, yəni, əslində adı xətt hakim. Hara geçsiniz xətt hakim, yəni, makaboy deyə bir şey yox. Bizlər arasında o makaboy deyil. Bəli, düzdür. 4 dənə, 2 dənə xətt hakim, bir dənə əsas hakim, dördüncü isə dördüncü hakim. Bildiniz xətt hakimləri, O dördüncü üzrəsinin bu tablo tutandır, vaxt göstərir, dəyişiklik eləyər. Eləndə ona gəlir. Deyəcəm o məsələlər. Yadınızda saxlayın. Dördüncü hakim. Deməli, bunları bildiniz ki, 2 dənə yan xətt hakimləri, xətt hakimlərdən olsun. Neyini? Oyunda xəttlərə nəzarət edir. Bir dənə əsas hakim meydanda neyini? Oyunu idarə edir. Düzdür? Oyunu idarə edir. Dördüncü hakim isə müəllimlər. Yadınıza saxlayın. Deyir ki, dördüncü hakim əvəz etmə proseduruna nəzarət edir. Bax, İzzət müəllim. Əvəz etməyə baş hakim gəlib baxmayacaqsın. Düzdür. Sağ olun. Sonra, əvəz etmə prosesinə nəzarət edir. İkinci, əsas və ehtiyat oyuncuların geyimi yoxlanılmasına nəzarət edir. Üçüncü, baş hakimin işarə razılığından sonra oyuncunun meydana qayıtmasına icazə verir. İcazə verir ki, get, baş hakim icazə verir. Sonra, qüsurlu topların dəyişdirilməsinə və yaxud da ki, topların dəyişdirilməsinə nəzarət edir. Aydındır. Sonra, hər hissənin sonunda baş hakimin əlavə etdiyi minimal vaxtın göstərmək. Hər hissənin sonunda minimal vaxtı, o su fasiləsi var, 1 dəqiqə. Yəni, qeyd olunmur. Onu işarə edir ki, 1 dəqiqə tutarır. Aydın. Sonra, Varana 4 halda müraciət oldu. Onu da bilirsiniz. Qolun qeydə alınmaması, 11 metrliyin olub-olmaması, birbaşa qırmızı vərəqənin səhvən verilməsi, qayda pozan oyuncu yox, onun komanda yoldaşı oyundan qovduqda neyini?
icra olunur. Aydındır. Bəli, aydındır. Faydaları mən yadını saxlayın. 17 bənddən 17 bənddən ibarətdir. Və xətlərin qalınlığı 12 santimetrdir. Bunu demişəm burada. 12 santimetrdir. Və müəllimlər yadını saxlayın. Qalibə oyunda qalibə verilir 3 xal, məğluba verilir 0 xal, heçə verilir 1 xal. Aydındır. İndi gedək müəllimlər. Neçə oyuncu qovulduqda, buranı diqqətlə qulaq asın. Neçə oyuncu qovulduqda oyun texniki məğlubiyyətə düşür. 2 komandanın və yaxud da ki, 1 komanda. Müəllimlər, yadınıza saxlayın. Bir komandanın oyuncusu 11 nəfərdir, düzdür, A komandasında. B komandasında oyuncusu 11 nəfərdir. İndi İzzət müəllim, bu B komandasından neçəsi oyundan getməlidir ki, B komandası texniki məğlubiyyətə gitsin. 5 dənəsi mənim. Aha, 11-dən 5 çıxanda qalır 6, düzdür? Bəli. Bu düzdür. Aha, indi İzzət müəllim, bizim 2 komandamızdan minimum neçə nəfər getməlidir ki, 2 komandanın? Bunu bir yazın. Bax, 11. Bu A komandası, bu da B. 2 komandadan neçə nəfər getməlidir ki, minimum, maksimum soruşurlar. Oyun komandalarda biri texniki məğlubiyyətə gitsin. Bax, İzzət müəllim, A komandasından 1 nəfər getdi, düzdür? Bəli. Minimum B komandasından isə 5 nəfər getdi. Bunları toplayanda nə eləyir? 6. Sağ ol. İndi sizə sual düşər ki, futbol idman oyununda 2 komandanın minimum neçə oyuncusu çıxdıqda, yəni oyundan qovulduqda komandalardan biri texniki məğlubiyyəti gedir. B komandası texniki məğlubiyyəti getmədi. Gedir. Sağ ol. İndi qulaq as. İndi gedək. İndi deyir ki, futbol idman oyununda 2 komandanın maksimum ən çox, yəni neçə oyuncusu oyundan qovulduqda komandalardan biri texniki məğlubiyyətə gedir. İndi qulaq as. Bax, 5 dənəsi A komandasından getdi, düzdür? Bəli. 4 dənəsi də hardan getdi? B komandasından. Düzdür? 4-dən 11-dən 5 çıxanda nə qalır? 11-dən 5 çıxanda nə qalır? 6. A komandası texnikaya getmədi. Bəli. İndi 5 ilə 4 ilə 5-i toplayanda nə eləyir? 9. Sağ ol. İndi sualın cavabı nə oldu? 9. Sağ ol. Yəni, sənə sual düşər ki, futbol idman oyununda 2 komandanın maksimum neçə oyuncusu qovulduqda biri texnikiyə gedir. Cavab olacaq 9. Düzdür? Demək maksimumda birindən 4 getməlidir, birindən 5-də. 100%. Maksimumda. Maksimum soruşur, ən çoxunu soruşur səndən, düzdür? Minimumda da birindən 1 getməlidir, birindən 5-ə. Ən az minimum deyirsə, birindən 1-in çıxırsan, qalır 10 nəfər. Birindən də 5-in çıxırsan, çünki texniki məlumiyyətə getməlidir. Bu eləyir 6. 2 komandanın 6 oyuncusu, düzdür? Bəli. İndi sən mənə sual verə bilərsən ki, bəli, bax, yaxşı, 11 burada da, 11 burada. Bəlkə A komandasından 3-ü qovuldu, B komandasından da 3-ü qovuldu, düzdür? Axı, bunlar texniki məğlubiyyətə getmir. Belə sual verə bilərsən də mənə.
Sual verə bilərəm, amma texniki məğlubiyyətə getmir o. Ay sağ ol. Amma mən nə deyirəm? Mən deyirəm ki, biri texniki məğlubiyyətə getməlidir. Getməlidirsə, A-dan gedəcək biri, B-dən gedəcək 5-i. Aydındır müəllim. Aydındır. Müəllimlər, bura qədər sualım. Ayrıca offside sizə izah edeyim. Offside izah edeyim. Baxın müəllimlər. Bax, iki komanda oynayır, düzdür? Bunun qarını yazır. Bax, məsələn, oyunçunun biri buradadır. Düzdür? Qapçı buradadır. Düzdür? Qapçı burada yerində. Onun da qapçısı yer. Yox, bunu yaşını ki, bilirsiniz. Məsələn, bax, oyunçunun biri buradadır. Biri buradadır. Biri buradadır. Məsələn, biri buradadır. Neçə oldu? 3, 6, 7, 8, məsələn, 9. Biri də burada. İndi yaşılla yazın. Biri qapçıdır. Düzdür? Biri qapçıdır. Biri buradadır. Biri buradadır. Biri burada. Biri burada. Biri burada. Biri də bu. Müəllimlər, bu qara, baxın, qırmızı ilə yazıram. Bu qara nəyə düşür? Offside. Ay sağ ol. Görürsünüz, qapçıya hamıdan yaxındır müəllimlər. Hələ bu oyunculardan da irəlidədir. Bu xətt, qırmızı çəkdiyim xəttin üstündə, diqqətlə baxın. Qırmızı çəkdiyim xəttin üstündə əgər idmançının ayağı keçsə, idmançının başı, alnı keçsə, sinə nahiyəsi keçsə offsayda düşür. Niyə görə? Ona görə ki, idmançı İzzət müəllim başla topu qapıya vura bilər. Təbii ki. Bəli, bəli. Ayaq vura bilər. Bəli, bəli. Sinə ilə vurmağa icazə var, vurada bilir. Bəli, bəli. Yəni, qol vurulacaq nahiyələr əgər qapı xətti əgər oyuncudan yaxındırsa və bu oyuncuya top gəlməyibsə, top oyuncuya gəlməyib, amma top burada, oyuncu ama buradadır. Düzdür? Bəli, bəli. Ay sağ ol. Top oyuncuya gəlməyib. Hələ top buradadır. Amma yox, oyuncunun ayağından top çıxıb gəlir, oyuncu sonra keçir offside'a. O şey neynəmir? Offside'a. Ay sağ ol. O offside'a düşmür. Və offside'a görə də heç bir cəza neynəmir müəllimlər? Tətbiq edilmir. Bir də mən deməli, oyunda müəllimlər hakimlərin bir-biri ilə nəyi var? Əlaqə yaratmaq üçün səs siqnallar. Səs siqnallarıdır, mikrofonlardır, bayraqdır, sonra elektron fəaliyyət izləmə sistemi EPTS-dir bu. EPTS-dir, nədir? Elektron yəqin ki, cihazlarda nəsə belə bir şeydir. Ondan heç bilmirəm. Yəni, bundan sizə sual olaraq düşməyəcək. Prosto yəni, bir-biriylə bunlarla əlaqə saxlayırlar. Bir də hakimin avadanlıqlarına aiddir. Fit, saat, vərəqə, qırmızı, bir də sarı. Bir də qeyd kitabçası. Aydındır müəllimlər. Fitdir, saatdır, vərəqələrdir, sarı, qırmızı vərəqə, bir də qeyd kitabçası olaraq götürülür. Əsas bunlardır. Amma sizdən soruşsalar, dərinliyinə geçsələr, avadanlıq olaraq Tayland'da götürülür. Amma əsasən bunlar, əsaslar bunlar. Köpək yemez. Aydındır müəllimlər. Buna qədər müəllimlər sualı olan. Voleybol neydi? Müəllimlər, sizə futbol bu qədər. Ayşə müəllimə saxlayın.